Bu gün idi. Möhlət almışdı. Daha bundan o tərəfə günlər yoxdur ya. 9-cu gün. Möhlət alıb Əhlibeyt. Bizə niyə möhlət alıb? Deyir, uhibbus səlah, namaz qılmaq istəyirik. Allahla razı niyaz eləmək istəyirik. Dua eləmək istəyirik, Quran oxumaq istəyirik. Bu gecə nə mənzərə var ilahi. Səni Zəhra, mən səni xahiş edirəm. Bir dənə elə gözünün ucu ilə elə ged o gecəyə. Bax o gecəyə bir dənə gözəl bax, o xeymələrə baxsan. Deyib, bu gecə rakiən, sacidən, qaimən, səhabələr çəkiliblər, biri rükudadır, biri səcdədədir, biri qiyamdadır, biri gecə namazı qılır, biri elə ağlayır, dua edir. Bir nəfərdən başqa. O bir nəfər bütün xeymənin ətrafında dövr edir, o müstəhəbbi namazı qılmır. O dövr edir, dedik, görəsən bu kimdir belə dövr edir, baxdıq gördük Əvəlfəzdir, xeymələri qoruyur. Uşaqlar məsələn xeymədə yatıb, uşaqlar yuxudan biri qalxır məsələn. Qalxanda belə məsələn xanım Zeynəb deyir, bala narahat olma ya, əmin Əbəlfəz xeymələrin ətrafında bizi qoruyur. Narahat olma, yat. Onlardan biri deyir ki, baxdım gördüm Əbəlfəz nəsə yeri təmizləyir, nəsə götürür. Gəldim yaxınlaşdım gördüm Əbəlfəz xeymənin ətrafında daşları təmizləyir, tikanları təmizləyir. Əbəlfəz nə edirsən? Əbəlfəz, niyə tikanları təmizləyirsən? Sabahı fikirləşirəm, məndən sonra Rüqəyya nə edəcək görəsən? Mənəvi halımız var, qoruyun halımızı. Nə olar, dua edin, yaxşı dualar edin. Bir dənə dua deyim onu eləyin. İmam-ı zamanınız dua eləyirsiniz yoxsa yox. İndi bilirsiniz o necə siz 10 günlükdə hüzünlüsünüz, ağa da çox hüzünlüdür. Deyir, ağa göz yaşı əvəzinə qan tökərəm mən. Gözümdən qan tökülür. Mənim dərdə dəva